Vaxtınız xeyir, dəyərli tamaşaçılarımız. Biz bugün Azərbaycanın taley yüklü məsələlərindən biri ilə qarşınıza gəlmişik. Belə ki, bugün tarixlərin məhəng daşından süzülüb bu günümüzə çox böyük uğurla gəlmiş və dünyanın çox mötəbər təşkilatlarının araşdırmasının və qərarının nəticəsi olaraq dünyanın ən nəhəng şairlərindən biri hesab olunan Məhsəti xanım Gəncəvi ilə bağlı özünü bilməyən, hərəkətlərinə heç vaxt cavabdeh olmayan və dünyanın müxtəlif ölkələrində adi gəzməyə gedərkən belə Azərbaycan qadınının adını ləkələyən Suad Qarayevin çəkmiş olduğu filmlə bağlı danışmaq istəyirəm. Əslində danışmaq istəmirəm. Niyə danışmaq istəmirəm? O cür dəyərsiz bir film haqqında danışmağa gərək yoxdur. Sadəcə olaraq mən demək istəyirəm ki, Azərbaycan qadını Tomrisdir. Azərbaycan qadını Sara xatundur. Azərbaycan qadını Qara Fatmadır. Azərbaycan qadını Məhsəti Gəncəvidir. Azərbaycan qadını Xurşudbanu Natəvandır. Dünyanın heç yerində yazısı pozusu olmayan qadınlar sadə bir ev qadını olurkən Azərbaycan qadınları şair oldular, Azərbaycan qadınları dövlət xadimi oldular, bir neçə dil bildilər, bir neçə ölkə ilə Azərbaycan dövlətinin diplomatik əlaqələrini təşkil elədilər. Azərbaycan qadını vətən həsrəti heç vaxt bitməyən Ağabəyim ağadır. Vətən bağı al-əlvandır, yox üstündə xarı bülbül, ömür sürməli devrandır, səsin gəlsin barı bülbül. Azərbaycan qadını hər şeyin ən gözəlinə layiq bir qadındır. Azərbaycan qadını alimdir, akademikdir, professordur, generaldır, döyüşçüdür. Azərbaycan qadını dövlət xadimidir, ambusmandır, Azərbaycan dövlətinin birinci vitse-prezidentidir. Heç kimin haqqı yoxdur Azərbaycan qadınını aşağılamağa, Azərbaycan qadını haqqında artıq əski sözlər danışmağa. Əslində mənim çox heyfim gəlir Azərbaycanın çox dəyərli bəstəkarı Qara Qarayevə. Çox heyfim gəlir ki, Qara Qarayevin şəcərəsi bax belə Əbülfəz Qarayev kimi, onun dalınca Suad Qarayeva kimi naqislərlə davam edir. Əbülfəz Qarayev Azərbaycan mədəniyyətini məhv elədi. Əbülfəz Qarayev, Allah rəhmət eləsin, Azərbaycan mədəniyyətinin işıqlı simalarından biri, Şuşa Dram Teatrının uzun illərlik rəhbəri olmuş bizim çox dəyərli qardaşımız Muradov və mən inanın ki, heç yadigarın bugün aramızda olmamasını, bugün dünyada olmamasını qəbul eləyə bilmirəm. Yadigar Muradov bir Azərbaycan Dram Teatrının, Şuşa Dram Teatrının bir qastrolun hazırlamışdı Türkiyə. Türkiyənin 10 böyük şəhərində təxminən 12-13 gün ərzində Şuşa Dram Teatrının tamaşaları olacaqdı, Şuşanı tanıdacaqdıq. Və bütün məsrəflər, Türkiyədəki bütün maddi məsrəflər Türkiyəyə aid idi.
bizim üzərimizə düşən Azərbaycan Mədəniyyət Nazirliyinin hesabladığına görə təxminən 16-17 min manat yol puluydu. Bunu Əbülfəz Qarayev dedi, Azərbaycan Mədəniyyət Nazirliyinin 1 manat da pulu yoxdur. Və bir ay sonra Əbülfəz Qarayevin 441 milyon Mədəniyyət Nazirliyinin yeyintisi aşkarlandı. Bəs bu pul hardan idi? Bugün Suat Qarayevanın Azərbaycan mədəniyyətinə atasının vurduğu zərbənin üzərindən bir zərbə vurması təsadüfi deyil. Haram pulla böyümüş. Oğru nazirin qızı Suat Qarayevanın bundan artıq heç bir qabiliyyəti ola bilməzdi, mümkün deyildi. Mən bir şeyə çox belə təəccüb edirəm. Necə ola bilir ki, ata dövlətə bu qədər zərər vurur, dövlətin, ölkənin mədəniyyətini, ölkənin mədəniyyət nazirliyini bu qədər iflasa uğradır və Suat Qarayeva Azərbaycan səhnəsindədir və ona Məhsəti Gəncəvi kimi bir duhanın filmini çəkmək üçün icazə verilir. Bu inandırıcı gəlmir və mən buna inanmaq istəmirəm. Xurşudbanu Natavanın bir şeirində bir kiçik misrasını deməyəcəm, onun izahını deyəcəm. Deyir, dün əlimdə sərxoşdum, əlimdən kuzəni saldım. Kuzə qırıldı və mənə dedi ki, mən də sərxoşdum. Mən də sənin kimi sərxoşdum, bu günə qaldım. Bu, gəncliyi, insanları, gələcəyi hər kəsə içkiyə aludəçilikdən çəkindirmək üçün yazılmış bir misradır. Yəni ki, mən sərxoş idim, qırıldım, paramparça oldum. Bunu Məhsəti Gəncəvinin içki aludəçisi olmağı ilə bağlamaq özü savadsızlığın, cahilliyin, cəhalətin göstəricisidir. Mən hesab eləyirəm ki, Suat Qarayeva tutduğu vəzifəsindən, tutduğu işindən Azərbaycan mədəniyyətinə dırnaq arası xidmətindən uzaqlaşdırılmalıdır və ona heç bir mədəni tədbirin, heç bir filmin, heç bir elementar bir səviyyəsiz klipin belə çəkməsinə icazə verilməməlidir. Bu adam öz həyatın, öz həyat fəlsəfəsinin, arzu elədiyi həyat tərzin dünyaya Məhsəti Gəncəvinin həyatı kimi təqdim eləyirsə, mənim daha doğrudan deməyə söz tapa bilmirəm. Söz tapa bilmirəm. Bu qədərmi bu xalqa nifrət eləyir bunlar? Bu qədərmi bizim keçmişimizə, gələcəyimizə, mədəniyyətimizə, qadınımıza, anamıza nifrət eləyir bunlar? Bu nifrətin hələ sonu yoxdur. Suat Qarayeva başlanğıcdadır. Ona görə də onun əlindən bütün səlahiyyətlər alınmalıdır və mən çox xahiş edirəm Azərbaycan Respublikası Prezidentindən Əbülfəz Qarayev dövləti taladığına görə, Mədəniyyət Nazirliyinin məhvində birbaşa rol oynadığına görə öz layiqli cəzasını almalıdır. 441 milyon elə bir pul deyil ki, onun üstündən keçmək olsun. 441 milyon Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin bir neçə il idarə edə biləcək puldur. Mən bir daha hər birinizə minnətdaram, sağ ol deyirəm, təşəkkür eləyirəm videomuza baxdığınız üçün. Çox xahiş eləyirəm bizim
Vətən Nəbzi TV-mizə abunə olun, paylaşın. Biz də sizin üçün bax bu dərdlərimizi daimi olaraq işıqlandıraq. Var olun, minnətdaram.